cavan oğlansan, bu nə saqqaldır, qırx getsin. Yəni, yaraşmır sənə. Gül kimi oğlandır. Bu kimi sözlər deyirlər. İndi cavanlar saqqal saxlayır. Yəni, belə sözlər deyirlər. Lakin çox təəssüflər olsun ki, insanlar düzdür, çoxu başa düşüb. Lakin var belə insanlar başa düşə bilmirlər ki, bu saqqal yaraşıq üçün deyil. Yəni, yaraşır, yaraşmır. Yaraşırsa saxla, yaraşmırsa saxlama və ya yaraşan qədər saxla, yaraşan qədər saxlama, yaraşmayan qədər saxlama. Yəni, bu cür deyil. Necə ki, hicab qadın üçün eyni şeydir. Məsələn, necə gəlib deyə bilərsən ki, qadına ki, hicab sənə yaraşmır, aç. Hansı məntiqdir? Yəni, hansı əqlə sığır bu? Yəni, normal adam bunu qəbul edər. Yəni, gəlib deyirsən ki, qadına, bəs hicab yaraşmır sənə, cavan qızsan, hicabı aç, yaraşmır sənə. Yəni, oturur məsələ. Düzdür? Düz deyil. Yəni, fikir səhvdir. Bu fikir batil olduğu kimi, eləcə də kişi üçün saqqal. Allah subhanahu və teala kişiləri elə xəlq edib ki, bu kişinin xilqətidir. Belə xəlq olunub kişilər. İnsanın üzündən, kişinin üzündən tük çıxır. O tükü Allah subhanahu və teala saxlamağı əmr edib. Yəni, kişi saqqal saxlayır. Yəni, burada qəribə bir şey yoxdur. Yəni, təəccüblü bir şey yoxdur. Və həmçinin bu dinimizdir, yəni. Peyğəmbər aleyhissalatu vesselam özü saqqal saxlayıb. Sahabələri saqqal saxlayıb. Və möminlərə saqqal saxlamağı əmr edib. Təsəvvür edin, əmr edib. Bir neçə ifadələrlə, bir neçə tərəfdən saqqalınızı uzadın, yəni Allahın əmridir, yahudilərə müxalif olun. Yəni, əmrlər müxtəlifdir. Bir yöndən gəlməyib. Nə qədər hədislər var, səhih. Və qəribəsi bundadır ki, bu saqqal tək əhl-i sünnədə yox, bütün məzhəblərdə vacibidir. Təsəvvür edirsən, axı? Bütün məzhəblərdə. Məsələn, Şiyə məzhəbində. Şiyə məzhəbində böyük imamlar hamısı deyiblər ki, saqqal fərzdir. Yəni, özlərində də saqqal olub. Özləri də saqqal saxlayıblar. Bütün müştəhidlər, bütün imamlar, hansı ki, onlar qəbul edirlər və mütəqaddimləri və mütəəxir, indikilər də keçmişdə olanlar, hamısı saqqal saxlayıblar və saqqal da kitablarında mövcuddur. Fiqh kitablarını açırsan, bu Şiə məzhəbini danışıram. Hamısı, yəni saqqal var onlarda da. Lakin nədənsə, yəni əhl-i sünnə saqqal saxlayanda pis baxırlar. Məsələn, Şiə saqqal saxlayır, normal baxırlar. Yəni, bunlar hamısı Allahu ələm, yəni marifləndikcə, din düzgün insanlara çatdırılsa, düzgün başa düşsələr dini, görəcəklər ki, saqqal qəribə, qorxulu bir şey deyil. Yəni, kişilər saqqal saxlayırlar daima. Yəni, bu əmrdir. Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edib. Kimsə dinini yaşayır, saxlayır özü üçün. Saxlamır, özü bilər. Yəni, saqqal saxlayırsan, lap yaxşı, sünnən yaşayırsan. Saxlamırsan, günah sənindir, özün bilərsən. Yəni, heç kim burada heç kimi məcbur eləmir. Lakin saqqalın hökmü var. Var hökm, var məcburiyyət. Biz demirik ki, yəni, başqa sözlər demirik. Biz deyirik ki, saqqalın hökmü budur şəriətdə, vacibidir. Yəni, kişilər saqqal saxlayırlar. Aydındır. Özü də biz, yəni, qəribəsi bundadır ki, bizim böyük şairlərimiz olub, dahi şairlərimiz. Məsələn, Nizami Gəncəvi, Füzuli və başqaları. Hamısı üzündə tük olub. Yəni, böyük saqqal saxlayıblar onlar. Məsələn, deyəndə ki, mən bir dəfə başıma gəlib, biri soruşdu, elə bu sözlə ki, bəs saqqal yaraşmır sənə, 40 getsin, yəni özünü zay eləmə, cavan oğlansın. Bu kimi şeylər yaşlı adam idi. Bəs dedim ki, bizim böyük şairlərimiz saqqal saxlayıblar, yəni burada nə qəribə bir şey var. Deyir, yox, onlar sənə kim saxlamayıblar. Səndə eybəcərdir, ya, sən böyük. Mənim saqqalım onlardan azdır.
Yəni onların böyük, daha böyük saqqal olub. Yəni bundan əlavə, yəni az, çox, eybəcər, yaraşır, yaraşmır. Yəni bu hədəf bu deyil. Yəni peyğəmbərimiz deməyib ki, ey kişilər, saqqal saxlayın, baxın güzücüyə. Əgər yaraşırsa davam edin. Yaraşmırsa qırxın. Belə deməyib. Deyib ki, saqqalınızı uzadın, vəssalam. Və bu əmr bütün məzhəblərdə var. Hamısında var. Yəni bu təəccüblü deyil bu. Aydın axı. Ona görə burada yəni qəribə bir şey yoxdur, Allahu ələm. Hətta Ayşə radiyallahu anhə, möminlərin anası, deyir ki, kişiləri saqqalla gözəlləşdirən, bəzəyən Allah necə də nöqsansızdır. Fikir verin. Kişiləri saqqalla bəzəyən, gözəlləşdirən Allah necə də nöqsansızdır. Nöqsansızdır. Subhanallah. Yəni, kişilər saqqalla gözəlləşib. Əksinə, saqqal gözəlliyidir kişi üçün. Əksidir bu tam olaraq. Nə olardı, insanlar başa düşərdi bunu. Bu tam əksidir. Yəni, insanın, kişinin gözəl görsənməsi üçün əksinə kişi saqqal saxlayır. Aydındır. Ona görə mən daima deyirəm, belə olanda neynirsən? Gəlib deyəndə ki, misal üçün, bəzi insanlar, təbii ki, cahilliklərindən deyirlər, yəni bilmirlər deyirlər, qınamaq da olmur. Gəlib deyəndə ki, misal üçün, saqqal saxlama, yaraşmır sənə, cavan oğlansan, yəni özüvü, yəni görkəmi, yəni təmiz saxla özüvü filan. Deyirsən ki, yer üzündə ən təmiz kişilərdən gedir söhbət, ən təmiz, ən gözəl, ən yaraşıqlı insanlar kimlər olub? Yəni, labüddür ki, desin ki, imamlar, peyğəmbərlər. Şək yoxdur. Kişilərin içərisində ən hörmətli, ən izzətli, ən dəyərli, Allah yanında məqamı böyük olan insanlar peyğəmbərlər olub, imamlar olub, bizim 12 imam. Və digər imamlar. Nəinki 12 imam, bütün imamlar, sahabələr, hamısı. Onlar ən yaraşıqlı insanlar olublar. Və mən sənə sual verirəm, səncə düzünü denən, yəni insaflı ol, sən onları özün özlüyündə saqqalsız təsəvvür edirsən, insan heç vaxt təsəvvür edə bilməz onu. Təsəvvür edirsən, 12 imamlardan birini saqqalsız təsəvvür elə. Yəni, saqqalsız təsəvvür eləməyə çalış, gör alınır səndə yoxsa yox. Alınmayacaq səndə. Yəni, alınmır bu. Əgər insaflı olsa, deyəcək ki, alınmır qardaş. Saqqalsız təsəvvür eləmək olmaz peyğəmbərləri. Ona görə yəni, saqqal yaraşıqdır əksinə. Nəinki kişini çirkin göstərir və ya məsələn pis göstərir, yaraşığını itirir. Bunlar hamısı düzgün deyil. Bunlar səhv fikirlərdir hamısı. Bundan əlavə biz bunun üçün saxlamırıq ki. Sənə yaraşsa da, yaraşmasa da saxlamalısan. Çünki əmirdir. Aydın axı. Ona görə burada heç bir problem yoxdur və bu məsələ Allahu ələm, yəni getdikcə insanlar başa düşürlər ki, yəni kişi saqqal saxlamalıdır. Aydındır. Bunu özümüzdən çıxartmamışıq. Bəzi insanlar təsəvvür edin, bunu nə ilə bağlayır. Deyir, vahabilər saqqal saxlayır. Vahabilər. Yəni, bunun vahabi ilə nə əlaqəsi? Subhanallah. 14 əsr bundan qabaq Peyğəmbərimiz əmr edib. Özü saqqal saxlayıb. Sahabələr saqqal saxlayıb. Nə vahabi? Ona görə bunlar inşallah ki, hamısı insanlar öyrəndikcə, maarifləndikcə hamısı başa düşülür, düzgün yerinə qoyulur. Lakin başa düşməyən insanlar hələ də görürsən ki, yəni geridə qalıblar. Allahu ələm yəni.